Hər kəsə salam. Gəlin Rufo AYQ-yə keçən mövsüm düşən sualların izahına baxaq. Bəzi sualların 2024-2025-ci tədrisində deyir ki, 3 vuraq 3 ölçü cədvəlinin hər xanasına 1-dən 9-a dək olan ədədlər bir-birindən fərqli və sadəcə bir ədəd olacaq şəkildə yazılıb. Əvvəlcə deyiləni çəkməliyik. Bu bizim cədvəlimiz olsun. Burada 1-dən 9-a qədər ədədləri biz elə yazmalıyıq ki, hərəsindən yalnız bir dəfə yaza bilək və buradakı elə eləməliyik ki, çoxu sadə ədəd olsun. Deyir, ən çox neçə sadə ədəd ola bilər. Gəlin belə bir hala baxaq, görək necə yaza bilərik. Bura 1 olsun, bura 2, bura 4. 7 eləyir, ödənir. Bura 6 olsa, bura 3 olsa, bura 8 olsa. İndi baxın, burada məsələn üçün 5 olsun, 19 edir. 2, 8, bura 9 olsun, burada 7 olsun. İndi baxırıq, sətir-sətir baxaq. 1, 2, 4, cəm 7 elədi. 5, 8, 6, 19 elədi, yenə 19 elədi. İndi sütun-sütun baxıram. Buradan 13 eləyir, burada 19 eləyir, sonuncuda isə 13 eləyir. Gördüyümüz kimi hamısı sadədir. Yəni maksimal hal 6-sı sadə ola bilir. Sonra baxaq digər suala. Bizə ABC üçbucağı çəkməliyik. Çəkdik. Bura A, bura B, bura C olsun. H nöqtəsi bu üçbucaqların hündürlüklərinin kəsişmə nöqtəsidir. İndi bu üçbucaqların biz nə varmalıyıq? Hündürlüklərini çəkməliyik. Dəqiqə. Bu A-nın, bu C-nin, bu da B-nin. Haradasa belə bir şey. Bunların bizə hündürlüklərin kəsişmə nöqtəsini, baxın, bu nöqtəni bizə H verib. AH-ı 1 verib. Baxın, bura 1-dir. Başqa rənglə yazaq. AH-ı 1 verib. AB-ni ümumi 15 verib. CH-ı soruşur. BC-ni də 18 verib. Məsələn, burada bir dənə T deyək. İndi baxaq. Nəyə? Burada bilirik ki, hündürlük olduğuna görə buradakı bütün bucaqlar 90 olacaq. Burada 90, burada 90, burada 90, burada. İndi burada Pifagora baxırıq. Birincisi baxaq bu üçbucağa. BTS üçbucağına. Görünür ki, BT-nin kvadratından TS-nin kvadratı bizə BC-nin kvadratını verəcək. BC-nin kvadratı 18 olduğuna görə 18-in kvadratı yazdım. İndi baxıram ABT bu üçbucağa. Bu üçbucaqda da görünür ki, BT-nin kvadratı üstə gələk. AT-nin kvadratı 15-in kvadratını verir. İndi biz burada tərəf-tərəfə çıxa bilərik. Tərəf-tərəfə çıxsaq BT-lər gedir. TS-nin kvadratının AT-nin kvadratını çıxsaq 3 vuraq 33, 99 edir. Bunu bir kənarda yazdıq. İndi baxın, bura baxıram. ATH üçbucağına. ATH-da nə görünür? AT-nin kvadratından AH-ın kvadratının cəmi bizə 1 verir. 1-in kvadratını. Sonra baxırıq bu üçbucağa. Baxın, bu TSH üçbucağına. TS'nin kvadratından TH'ın kvadratı bizə HC'nin kvadratını verəcək. Sonra baxırıq nəyə? TS'nin kvadratı, TH'ın kvadratı, AT'nin AH'ın kvadratı. İndi biz baxaq nəyə? Baxırıq ki, TS'nin kvadratı, başqa üçbucağımız var mı? Buna baxaq, yoxdur. Deməli, TS'nin kvadratından AT'nin kvadratı çıxanda 99 almışıq və TS'nin kvadratı həm də nəyə bərabərdir? Buradan HC'nin kvadratı çıxaq TH'ın kvadratına. Deməli, baxın, bunlar bərabər olmalıdır. AT'nin kvadratı çıxaq. Deməli, TS'nin kvadratı çıxaq AT'nin kvadratı bərabər olmalıdır. HC'nin kvadratı çıxaq 1-ə. Buradan da alırıq ki, TS'nin kvadratı çıxaq AT'nin kvadratı 99'dur. HC'nin kvadratını 100 alırıq. HC'də modulda 10'dur. Bizdən də HC'ni istəyirdi, CH. Cavab 10 eləmiş olur. Baxırıq bura. Deyir bizə MNK tam ədədləri üçün, yəni MNK tamdır.
Bunu da verib m kvadrat söcərək n kvadrat söcərək k kvadratını istəyir. 2016-nın gəlin sadə vuruqlara ayıraq. 2, 1008, 2, 504, 2, deməli, 200, 252, 2, 126, 2, 63, 3, 21, 3, 7, 7, 1. Baxırıq, nə deməkdədir ədimiz? 2 üstü 5 vuraq, 3 üstü 2 vuraq, 7 üstü 1. Və burada mən deməli 4 üstü, indi buranı sadələşdirməliyəm. 4 üstü m, 2 üstü 2m yazıram. 14 üstü n, 2 üstü n vuraq, 7 üstü n şəklində. 21 üstü k-da 3 üstü k vuraq, 7 üstü k. Orta deməli əsasları eyni olanları biz toplaya bilərik. Bunları toplayaq. 2 üstü 2m plus n vuraq, 7 üstü n plus k vuraq, 3 üstü k. İndi baxın, bunlar bərabər olmalıdır, eynilikdir. 2m plus n 5 olmalıdır. N plus k bizə demək səlb verməlidir, 1 verməlidir. K da 2-dir. K 2-dirsə, deməli n mənfi 1-dir. Tam deyirsə, deməli ödəyə bilər. Deməli m də 3-dür. Bunların bizdən kvadratları cəmini istəyirdi. M-in kvadratı 9-dur. 1, 4. Cəmləri 14. Baxaq 4-cü suala. Deyir x, y, z bərabər cəmi, yəni 100 verilib. Bizə tənliyi verilib və deyir ki 13, yəni x plus z 13-ə bölünür. Baxın, deyir ki bu deməkdir. Müsbət tam x, y, z üsüllərinin sayını tapın bu şərtlərə görə. İndi baxırıq ki x plus z 13-ə bölünürsə, birinci hal 13 ola bilər. İkinci hal cəmləri 26 ola bilər. Üçüncü hal cəmləri 39 ola bilər. Dördüncü hal cəmləri 52 ola bilər. Beşinci hal cəmləri deməli neçə ola bilər? 65 ola bilər. Altıncı hal cəmləri 78 ola bilər. Yeddinci hal cəmləri 91 ola bilər. Aha. İndi x plus z 13-dürsə və hər biri müsbət tamdırsa, deməli burada 12 dənə x ilə z ayrı-ayrılıqda 12 qiymət ala bilir. Cüt sayı yəni 12 dənədir. Belədir, baxın elə bil. 1, 12, 2, 11, 3, 10, 4, 9, 5, 8, 6, 7. Bir də bunların əksi. 12 dənə olur. Burada da indi elə bir cəmdən bir vahid az olacaq. 25 burada, 38 burada, 51, 64, 77, 90. Bunları toplasaq 37, 90, 75, 125, 126, 1, 141, 90. 7, deməli 5, 357 eləmiş olur. 357. Bu da C variantındadır. Baxaq 5-ə. İki çevrə bir-birinə xaricdən A nöqtəsində toxunur. Burada çəkmişdim. Aha. Sonra deyir ki, A xətti bu iki çevrəyə B və C nöqtələrində toxunan düz xəttdir. Aha, bu A xəttidir də elə bilin ki. Sonra deyir ki, AB 20-dir. Baxın, buranı bizə 20 verib. 20. A seni 21 verib. Və mən buradan bir dənə xətt keçirə bilərəm. Baxın buradan. Tam yaxşı keçmədi. Aha. Bu mərkəzlər də olsun O1, O2. Sonra gəlin bunları birləşdirsək. Belə bir şey yaradırsa. Bura deməli bir dənə bura 90 dərəcədə. Burada bildiyiniz kimi 180 çıxaq 2 alfa. Bura desək, cəm 180 olmalıdır. Burada məsələn 2 alfa olsa. Bərabər yanlı olduğuna görə bunlar da alfa alfa olur. Yəni burada da 90 dərəcədə gördüyünüz kimi Pifagora gedir. 20, 21, burada 29 olur. Yəni B isə 29. Sual nisbətən rahat idi. D.
Sonra baxaq, x, y, z müsbət tam ədədlər üçün bərabərlik ödənirsə bunu istəyir. Burada x də 1-dir, y də 1-dir, z də 1-dir. Başqa hal yoxdur. Yerinə qoyub hesablayırıq. 1, 1, 1, yenə də 1 eləyir. 7-yə baxaq. Ardıcıllığı bizə həndəl silsilə verib. Bunları veribsə qiyməti istəyir. Amma bunu yazıram. B1 üstəcələk B10-u 9 yazaq. B1 olduğu kimi qalsın. B10'u biz nə yaza bilərik? B10'u B1 vuraq. 2 üstü 9 yaza bilərik. 2 üstü 9. Aha, hələ ki bu hissəyə toxunmayaq. Sonra indi keçək bunu sadələşdirək. Bunu hər birini bölsək nə alınır? 10 B 2 nəyə bərabərdir? B1 vuraq 2-yə. Yəni burada alınır 12 üstəcələk B2 üstəcələk B1. Bax bunu tapmalıyıq. Biz də bu ifadəni bizə 10 verib. Yerinə qoysaq, yəni bu ifadəni də 2-yə vurmalıyıq. Elə bil ki B2-ni 2-yə vursaq B3-dür. B3-ü 2-yə vursaq B4-dür. Ta ki B8-i 2-yə vursaq B9, B9-da 2-yə vursaq B10. Üstəcələk B1, üstəcələk B2. Bura baxıram ki, baxın burada nə var? B2-dən B9-a qədər olan hissə B2, B3, B4 ta ki B9-a kimi. Bu hissəni təzədən mənə 10 verib. Bunu tapdıq. Deməli, burada nə qaldı bizdə? Burada bizdə arada qalır B1 ilə B10. B1 ilə B10-un cəmdə bizə 9 verib. Deməli, bu hissə 10'dur. Bunda 9 verib. 10 ilə 9'un cəmi 19. Deməli, Y variantıdır. Baxaq 8-ci suala. İndi 3 bucaq çəkək. ABC 3 bucağı yenə. Biraz yekə çəkək. Aha. Çəkək ABC 3 bucağını. Burada medianlar çəkməliyik. Çünki deyir ABC 3 bucağının medianları. Mediandırsa deməli tərəfi yarıya bölür. Bunlar bərabər olacaq, bunlar bərabər olacaq, bir də bunlar bərabər olacaq. A, C, B. Burada C versin. Deyir, hə, C nöqtəsini kəsişir. Burada 90 dərəcə verib bizə. 90. Sonra bizə A, B-ni 20 verib. Deməli, burada da 10, burada da 10. Yarıya bölünür. S təpədən çəkilən medianı istəyir. Baxın, bu medianın uzunluğunu tapmalıyıq. Bu medianı. Bu median uzunluğu tapılmalıdır. İndi davam edək. Baxın, bura nədir? Düzbucaqlı üçbucaqda. Baxın, bu düzbucaqlıdır. Düzbucaqlı üçbucaqda median hipotenuzun yarısı. Hipotenuz 20-dirsə, deməli bura 10'dur. Bu hissə 10'dur. Bu hissə 10'dur və bilirik ki, ağırlıq mərkəzdir C. Yəni mediandırsa 1-in 2-yə nisbətinə bölünür. Deməli CS-də 20'dir. Bizə də S-dən çəkilən medianın uzunluğunu istəyirdi. Onunla 20'nin cəmi cavab 30 eləmiş olur. Keçək 9-a. Asan sualdır. Deyir ki, n müsbət tam ədədin elə kiçik ədədin qiymətini tapın ki, onluq sayı sistemindəki yazılışında ən az bir rəqəmi 8 və 9 olsun. Burada 32'dir cavab. Burada yerinə qoyub tapırsınız. Yəni xüsusi bir həlli yoxdur. Məktəbdə deyir 5 riyaziyyat, 3 fizika və 2 kimya müəllimi var. Müəllimlər arasından bəzən elə seçirik ki, seçilmiş müəllimlər arasında hər fənnə aid bir müəllim olsun. Bu şərti ödəyən neçə fərqli yolla müəllimləri seçə bilərik. Riyaziyyat müəllimlərinə məsələn mən deyirəm 1, 2, 3, 4, 5 sayını. Bunlardan elə bil ki, elə müəllim seçməliyik ki, hər fənnə aid olsun. Seçmə üsulda tapana buna alt çoxluq kimi yanaşırıq. Yəni alt çoxluq sayını tapırıq, amma boş çoxluğu çıxmalıyıq. Bu riyaziyyat müəllimləri. Fizika müəllimləri 2 üstü 3 çıxaq 1. Kimyada 2 üstü 2 çıxaq 1. Deməli, bu nə eləyir? Bu eləyir 31, bu eləyir 7, bu da eləyir 3. Vursaq 217. Vuraq 3, 1, 2 yadda 5, deməli 651. Doğru cavab C variantı. Sonra baxaq son sualımıza. Deyir tənliyinin tam həllərinin sayı nə qədərdir? Bunu vurub açaq. Müxtəsərlə də bildiyiniz kimi çıxaq 200
200x üstəgələk x kvadratı üstəgələk 10.000 çıxaq 200y üstəgələk y kvadratı bərabərdir x kvadrat üstəgələk y kvadratı üstəgələk 2xy. Bunlar gedir, bunlar gedir. Nə qalır? Qalır 10.000, 10.000 nə edir? 20.000 çıxaq 200x çıxaq 200y çıxaq 2xy bərabərdir 0. Hər tərəfi 2-yə bölə bilərik biz. Hər tərəfi 2-yə bölsək nə alacağıq? 10.000 çıxaq 100x çıxaq 100y çıxaq xy bərabərdir 0. Yəni bu da nə deməkdir? Xy üstəgələk 100x üstəgələk 100y bərabərdir nəyə? 10.000-ə. 10.000-ə. Burada biz x ortaq çıxara bilərik. Y plus 100. Amma burada çıxara bilmədiyimizə görə 10.000 əlavə edirik hər tərəfə. Yəni burada da 100y üstəgələk 10.000. Burada 10.000 əlavə etsək 20.000. Yəni cəmə 100 əlavə elədim. İşimi asanlaşdırmaqla ötürü. Y 10.000 əlavə elədim. Üzr istəyirəm. Üstəgələk 100. 100-ü çıxarsaq y üstəgələk deməli 100 eləyir 20.000. Burada ortaq y üstəgələk 100 vuraq x üstəgələk 100 bərabərdir 20.000 alırıq. İndi bizdən tam bölünən sayı istəyir. Əvvəlcə 20.000-in gəlin sadə vuruqlara ayıraq. Eləyir, deməli nə deməkdir? 2 vuraq 10.000-də. 10.000-də nə demək? 2 üstü 4 vuraq 5 üstü 4. Bu da 2 üstü 5 vuraq 5 üstü 4. Natural bölünən sayı tapanda qüvvətin üzərinə 1 gəlirik. 5 üstü 1 vuraq 5 üstəgələk 1 vuraq 4 üstəgələk 1. 6 vuraq 5, 30 natural böləni var. Bizdən tam böləni sayı istəyirdi. Tam həllərinin sayı, tam böləni sayda natural bölənin kimisidir. Yəni 30-un kimisi olacaq, o da D variantı 60. Bu bəzi sualların izahı bu qədərdir. Davamı üçün kanala abunə olub, like etməyi unutmayın.